Uşaqlar salam. Bugünkü testimizin izahında sizə kimya test toplusundan alkenlər testinin ardını izah eləyəcəm. Keçək suallarımızın izahına. 161-ci sualda helyuma görə sıxlığı deyir. Helyuma görə nisbi sıxlıq düsturu D helyum bərabərdir, M/4-dür. Helyuma görə nisbi sıxlıq əgər 14-dürsə, deməli o maddənin emiri 56-dır. Alkenlərdə emir düsturu 14-dir. 14-in 56-ya bərabər eləsək N4 eləyir. Və cis trans izomerə malik olan bu alken, yəni onda belə eləyək də, malik olan alkeni beynəlxalq nomenklaturanın adlandır. 4 karbonu var. Cis trans olması üçün 2 qatı ortaya salıram ki, cis trans olsun. Əgər 2 qat ucda olanda ya da 2 qatın birləşdiyi karbona 2 eyni radikal birləşəndə cis trans olmur. Bunun da adı nədir? Bu temp 2-dir də. Düzdür? Cavab D variantı. Sonra keçirəm 62-ci suala. Hansı alkenin 7-12 qramı su ilə deməli 24 qram spirt verir. CnH2-nin üstə gəl, yox. CnH2-nin üstünə su gəlirəm. Alır nə? CnH2-nin üstə gəl 1OH. Aha, indi başlayaq. Bunu 7-12 qram verib su, 24 qram da spirt. 18 budur. Bu nə qədər eləyir? CnH2-nin üstə gəl 1OH. 14-in üstə gəl 18. Emerini hesablayırsınız da. Vergül atdım 0. Bununla bu getdi. Burada 4 qalır, burada 10 qalır. 4-dən 24 aparanda 6. 6-ya 10 vuranda 60 bərabərdir. 14-in üstə gəl 18. N edir 3. Deməli, burada yerinə qoysan C3H6 eləyir də bura. A variantı. Aydındır. 163-ə keçək. Hansı reaksiyalar ion mexanizmi üzrə baş verir? Yəni, biri var ki, radikal mexanizmi, biri var ion mexanizmi. Məsələn, tutaq ki, mən CH4-ün üstünə xlor gəlirim elə. Bu radikal mexanizmidir. Niyə? Çünki buradakı xlorlar arasındakı biz rabitə yoxdur. Bax bu. Yəni bu bilirsiniz ki 2 dənə elektrondan yaranır da. Biz bunu qıranda burada sərbəst xlor radikalları yaranır. Biri də var ki maddənin üzərinə H xlor gəlirsən. H xlor gələndə hidrogenlə xlor arasındakı bu rabitə belədir də. Bax belədir. Hidrogenlə xlor arasındakını qıranda isə burada sərbəst radikallar yox. H müsbət və xlor mənfi. İyonlar yaranır. Ona görə bu iyon mexanizmidir. Yəni mən bunu sizə keçmişəm. Rabitə dərsində keçmişəm. Rabitə dərsində dipol keçmişdim. Bir tərəfi müsbət, bir tərəfi mənfi. Demişdim ki, qeyri-polyar olanların yükü sıfırdır. Amma polyar olanlarda bir tərəf qismən mənfi, bir tərəf qismən müsbət yüklənir və polyar rabitəli birləşmələrdə dipol yaranır. Onlar arasındakı rabitəni qıranda isə sərbəst yüklü iyonlar yaranır. Bu iyon mexanizmidir. Ona görə hansında müsbət mənfi yük yaranırsa iyon mexanizmidir. Cavab iyon mexanizmi 2-dən 3-dür. Onda sərbəst radikal mexanizmi də 164-də 1-dən 3-dür. Aydındırmı? 63-də cavab C variantı. 64-də də A variantı. 65-də alkenlər üçün nə doğrudur? Kalium permanganat rəngsləşdirir, düzdür. Pi rabitəsi var da, bilirsiniz, alken doymamışdı. Ona görə də birləşmə reaksiyasına girir. Bütün karbonları sp3-dür. 2 qatın birləşdiyi karbonlar sp2-dir. Cavab D variantı 1-2. 66-cı sualda etil xloriddir. Bax, etil xloridi yazıram. İndi burada xloru götür, yerinə vinil qoy deyir. Yazdım. Bromlu suyu rəngsləşdirir, bəli, pi rabitəsi var. Polimerləşir, bəli, pi rabitəsi var. 2 qat ucdadır deyə burada cis trans yoxdur. Cavab ona görə nədir? 1-2. Yəni A variantı. 67-də. Deməli 67-də nəyinsə üzərinə sink gəlib, propen alıb. Demişdim, tərkibində 2 halogen olan alkanın üzərinə metal gələndə halogenlər yanaşıdırsa alken alınır. İndi burada halogenlər 2 dənə və yanaşı olmalıdır. Cavab A-nan C. 1,2 dixlor propan. Bəli, mən bunun üzərinə sink gələndə halogenlər aralı olsa sikloalkan, yanaşı olanda isə alken alınırdı. Bir də sink xlor 2 hidrogenləri də özünüz yazın. Problemdir. İndi ikinciyə keçirəm. Mən indi A-nan C-dir də cavab düzdürüm. İndi bu deyir ki, Y-in üstünə əsasın spirtdə məhlulunu gələndə, Y-in üzərinə əsasın spirtdə məhlulunu gələndə alken alıb. İndi bunu təkrarlayıram. Bax, bir halogeninin üzərinə əsasın spirtdə məhlulunu gələndə alken, 2 halogenli də alkin alınır. İndi cavab C variantında 2 xlor propan. Orada bir dənə halogen var. Amma A variantında 1,2 dixlor etan. Orada 2 dənə halogen var deyə orada 3 qat yaranacaq alkin. İzopropil spirtində Z-i H2SO4 qatına
Elə bil bu dehidratlaşdırır da, nə başa düşürsünüzmü? Orada da alken verəcək. Bir atomlu spirtlər dehidratlaşanda alken verir. 68-i özünüz yazarsınız. 69-da CnH2 formuluna malik olan karbohidrogenin molekulunda polyar kovalent rabitə. Polyar kovalent rabitə CH arasında olur. O da hidrogen sayı qədər olur da. C variantı. 70-də CnH2 formuluna malik olan karbohidrogen molekulunda olan rabitənin ümumi sayı. CnH2 malik karbohidrogen. Bizə dəqiqə. Əgər alken nəzərdə tutursa, pi rabitəsi bir dənədir. Sigma rabitəsi də alifatikdir deyə. Ümumi atomun sayından bir vay dəyişik. 3n-1 cəmləyəndə 3n eləyir də rabitə sayı. Pi ilə sigmanın cəmi. Əgər disikl alkan kimi düşünürsənsə, pi rabitəsi 0-dır. Sigma rabitə də bu disiklik deyə ümumi atomun sayı qədərdir. Nəticədə bu da 3n eləyir. Cavab A variantı. 71-də. Deyir hidrogen kütləsini karbon kütləsinə bölün. Pi rabitəsi deyir var. Hasılarda pi rabitə var. 3 ilə 4-ü cavabdan çıx. Cavab 3 ilə 4-ü cavabdan çıx. Cavab ya A-dır ya da B-dir. Pi rabitəsi olan 1-dən 2-dir cavab. 1-dən 2. İndi hasıdır. Mənə deyir hidrogeni ümumi kütləyə böləndə 1/7 alınır. Bu alkendir. Niyə? CnH2-də hidrogen nə qədər eləyir? 2n. Bəs opşi kütlə nə qədərdir? 14n. Bu nə eləyir? 7-də 1. Amma alken belədir axı. CnH2 çıx 2-dir. Burada hidrogen 2n çıx 2-dir. Ümumi kütlədə 14n çıx 2-dir. Böləndə vermir axı 1/7-ni. Ona görə cavab yalnız 2-dir. A variantı. Sonra 72-də. 72-də CnH2-dir. Yenə deyir, nə qoyanda bu Markovnikov qaydasından gedər. Yenə 2 qoyanda CH2, 2 qat CH2, yəni CH4 alınır da. Mən bununsa su gələndə burada Markovnikov tətbiq olunmayacaq. Niyə? Çünki Markovnikov pi qırılır, hidrogen çox olan tərəfə, xlor ya da OH hidrogen az tərəfə edir. Amma burada hidrogenlər eynidir. İndi yenə 3 qoyanda propen alınır. Bəli, burada Markovnikov tətbiq olunacaq. Hidrogen su gələndə hidrogen çoxa, OH isə aza gələcək. Bu düzdür. Yenə 4 qoyanda cis trans izomer var. Deyir, yenə 4 qoy və elə aç ki, cis trans olsun. Yenə 4 qoyanda C4H8-dir. İndi 2 qatı ortaya saldım ki, qoy cis trans olsun. Üzr istəyirəm. Yenə 4 qoydum. Formula elədi C4H8. 2 qatı ortaya saldım ki, cis trans izomeri olsun. İndi bunun üstünə su gələndə Markovnikovla getməyəcək. Bu da mənə deyir ki, Markovnikov qaydasından getsin. Deməli, 1 səhvdir, 2 düzdür, 3 səhvdir, indi 4-ə keç. Yenə 4 qoy, cis trans izomeri yoxdur. Yenə 4 qoyanda C4H8 cis trans olmaması üçün 2 qatı başa saldım. Elə? Aha, indi burada Markovnikov gedəcəkmi? Düzdür. Markovnikovla gedəcək. Niyə Markovnikovla gedəcək? Deməli, oradakı şərtləri açdım. Markovnikov qaydasının tətbiq olunduğu cavab 1 ilə 4 oldu. Yox, 1 ilə 4 yox, üzr istəyirəm. 2 ilə 4 oldu. Aydın oldu mu? Y variantı. Sonra 73-cü sual. 173. Alkenin katalitik hidrogenləşməsi CnH2 üstəgəl H2. CnH2 üstəgəl 2. 2,124 litr hidrogen sərf olunub. Bu karbohidrogenin həmən miqdarı 2,124 litr. Əmsal veririm ki, 14 buraya yazıq. Gəlin görək alken neçə mol sərf olunub. Neçə eləyir? 0,1 mol. Həmən alkeni götür deyir CnH2-ni. İndi bunu bromlaşdır. Bromlaşdıraq. CnH2 brom 2. 0,1 mol aldım. Molun altı əmsal yazdım. 20,2 qram dibrom alkan alır. Bunun demiri 14 üstəgəl 160-dır. Bu vergüllər onsuz da gedir. 202 bərabərdir. 14 üstəgəl 160. N də buradan nə eləyir? 3-ə. Bu tənlikdən 42-yi 14-ə böldüm. N3 C3H6 A variantı. Aydın mı? 74-cü suala keçirəm. Nə deyir 74-cü sualda? Burada deyir ki, alifatik karbohidrogendir. Hidrogen atomunun sayı A-dırsa, kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalın sayı A+4-dür. Mənə deyir, X-in homoloji sırasına daxil olan karbohidrogenlər üçün hansı qrafik doğrudur? Bizə dəqiqə. Mən nə bilim, bu hansı karbohidrogendir?
Mən onda bunu bir-bir yoxlamalıyam. Qeyri. Bax, alkan CnH2-nin üstəgəl 2-dir. Hidrogeni 2-nin üstəgəl 2-dir. Qeyri-hibridi. Qeyri-hibrid hər hidrogen bir qeyri-hibriddir. Burada hidrogenlə qeyri-hibrid bərabər çıxır. Bu olmaz. Sonra nə yazım? Alkeni yazıram. CnH2. İndi alkeni yaz. Alifatik deyirsə, tisik alkanla aren olanmaz da. Sən alkan, alkin, alkadiyen, alkan, alken, alkin, alkadiyen bunları yoxlamalısan. Alkan ödəmədi, indi alkeni yoxlayıram. Alkende hidrogenin sayı 2n'dir. Bəs qeyri-hibrid. Siz bilirsiniz ki, alkende 2 dənə karbon sp2'dir. N-2 dənə də sp3 var. Onsuz da sp3 bizə qeyri-hibrid vermir. Buna baxma. Bilirik ki, hər sp2'də bir dənə qeyri-hibrid var. 2 dənə sp2'də 2 eləyir. Kimyəvi rabitələmə iştirak edən qeyri-hibrid orbitalı. Aha, 2 dənə. Hər hidrogende bir dənədir 2n. Bu da eləyir 2n plus 2. Bu da 2n üstəgəl 2. Yəni göründüyü kimi alken də ödəmədi. Alken də ödəmədisə, alken ödəmədi. Deməli bizim əlimizdə alkin və alkadiyen qaldı. Hər ikisinin də formulu CnH2-dir. Hər ikisinin formulu elədir. İndi işləyək. Hidrogen sayı 2n-2-dir, elə. İndi alkin kimi işləyirəmsə, alkin. 2 karbon sp-dir. N-2 dənə də sp3 var. sp3 bizə qeyri-hibrid vermir. Hər sp-də 2 qeyri-hibrid var. 2 sp-də eləyir 4 dənə qeyri-hibrid, elə. Bilirsən ki, 4 üstəgəl. Hər hidrogende bir qeyri-hibriddir. Onda bu nə eləyir? 2n üstəgəl 2-yə. Deməli, mən tapdım ki, alkin də, alkadiyen də, ikisinin də formulu belədir də. Onsuz da ikisindən də işləsən, sən elə onu alacaqsan. Ödəyir görsənmi? Bu nətər bax. Bax, mən hidrogen sayını 2n-2-dir. Elə düzdür, hidrogen sayı görsənir. Qeyri-hibridin sayında bu qədər tapdım. İndi sual verirəm. Bu hidrogen sayıdır, bu da qeyri-hibridin. Bu bundan neçə vahid çoxdur? 4 vahid. Bir fikir ver. Bax, bunun üstünə 4 gəlsən, bunu alarsan. Düzmü deyirəm? Əla. Deməli, mən maddəmi tapdım. Deməli, bizim formulumuz nədir? CnH2 ödədir. Çünki bunlarda qeyri-hibridin sayı hidrogen sayından nə olacaq? 4 vahid çox olacaq. Aydındırmı? İndi burada, bunlarda da bilirsən ki, Mr artdıqca karbonun kütlə payı azalır. Hidrogenin kütlə payı artır. Ona görə, nə deyir burada? Karbon kütlə payı azalır. Onda yalnız bir dənə qrafik doğrudur da. O da yalnız 3. Ümumiyyətcə, alkin, alkadiyen, aren. Alkin, alkadiyen, aren. Bu 3 sinifdə Mr artdıqca karbon kütlə payı azalır, hidrogen artır. Disikloalkanla alkende Mr artdıqca nə karbon, nə hidrogen kütlə payı dəyişmir. Alkanlarda isə Mr artdıqca karbon kütlə payı artır, hidrogen kütlə payı azalır. 75'də biz bilirik ki, 1 mol alken yanında, n mol CO2 alınır. Bu deyir 1 mol alkenin müəyyən hissəsini tam yandırdım və 3 mol CO2 alınıb. Bu alkenin qalan hissəsini yandıranda bütün atomların mol cəmini hesablar. Baxın, 1 mol alken yananda qayda qanunla n mol CO2 alınmalıdır. Bu da bunun müəyyən hissəsini yandırıb 3 mol CO2 alıbdır. Onda yerdə nə qədər qalır? N-3 qədər CO2 qalır. Onda burada neçə karbon var? N-3 dənə. Onda hidrogen nə qədər eləyir? 2N-6. Çünki alkende hidrogen karbondan 2 dəfə çox olmalıdır. Ümumi atom sayı da 3n-9. C variantıdır. Aydındır mı? 76'da. İndi bizə deyir alken yenə. 1 mol alken yananda biz bilirik ki, indi su istəyir. Bilirik ki, n mol su alınır. Elə. İndi bu müəyyən hissəsini yandırıb 2 mol su alıb. Onda yerdə nə qədər qalıb? N-2 qədər su qalıb. Onda burada hidrogen neçə imiş? 2n-4 imiş. Onda karbon sayı nə qədərdir? Bax, buradan görürəm ki, hidrogen karbondan 2 dəfə çox olmalıdır. Onda karbon sayı n-2 olmalıdır. Yəni bunu 2'yə böldüm də. 2'yə böldüm ki, karbonu tapım. Çünki alkenlərdə hidrogen karbondan 2 dəfə çox olur. Hidrogen sayını 2'yə bölsən, karbonu tapa bilərsən. Aha, indi burada atomların cəmi 3n-6. A variantı. 77'də. 1 mol alkenin müəyyən hissəsi yananda biz bilirik ki, CnH2, alkenlər yananda oksigen qabağına nə düşürdü? 3n/2, elə. İndi mənə deyir ki, mən 1 mol oksigen sərf eləmişəm. Qalan hissəsini yandırmağa neçə mol oksigen sərf olunur?
Deməli 1 mol alken yananda 3m/2 qədər oksigen sərf olunur. İndi 1 mol oksigen sərf olub. Qalanını yandırmaq üçün nə qədər sərf olunur? 2-də 3n-2. Y variantı. 78-də. 78-də. Alkendir. Bax, ümumiyyətlə biz bilirik ki, alkenlər CNH-gen yazılır. Və buradan da görürük ki, hidrogen karbondan 2 dəfə çox olur. İndi bu deyir ki, mən verdiyim alkende hidrogen 2n-2 olsun. Onda karbon neçə olmalıdır? Dedim axı, bax bu formuldan görürsən ki, hidrogen karbondan 2 dəfə çoxdur. Onda 2n-2-ni 2-yə böləndə karbon sayını tapa bilərsən. İndi rabitələrin ümumi sayı. Alken alifatikdir. Alifatiklərdə ümumi rabitə sayı. Rabitənin ümumi sayını istəmirim. Aha. İndi biz bilirik ki, alkenlərdə nağdı bir dənə pi var. Bəs sigma rabitə alifatikdir deyə, alkenlər alifatikdir deyə, düzdürmü? Alkenlər alifatikdir deyə, alifatiklərdə sigma rabitə ümumi atomun sayından 1 əksik. Burada 3n-3 dənə atom var. Ondan 1 əksik 3n-4 eləyir. O da eləyir 3n-3. Cavab C variantı. 79. Elə 79 da bu idi də. Amma sigmasını istəyir, elə bunu istəyirdi. A variantı. 80-də nə deyir? Bizə o nədir? Bir daha diqqətlə baxın. Onun yuxarısı nəsə düşməyək. Yəqin bu 81 kimidir də toçunu. 81 kimidir. Deməli qulaq asın. 80-ci sualın yuxarı hissəsi belədir. X plus H klordur. Elə? Belədir. İndi qulaq asın. Buradan Y alıb. Sonra bizə deyir ki, Y 2 mol Y-in üstünə 2 mol natrium gəlib. Və bizə belə bir şey verir. Qulaq asın diqqətdən. Baxın. Üstəgəl 2 mol natrium. Hamı bilir ki, bu ikinci tənlik Würz reaksiyasıdır. Burada kopyalanma baş verir. İndi biz bunu ortadan bölürük. Ortadan böləndə mənim Y-im deməli belə bir şeydir. Bax budur. Ki, üzərinə natrium gələndə bu alınıbdır. İndi bu, bax buradakıdır. Nəyin üstünə H xlor gələndə bu alınır? Deməli bu alkendir. Niyə? Mən sizə demişəm ki, alkenlərin üstünə H xlor gələndə pi qırılır Markovnikovla. Hidrogen çoxa. Deməli bu beləymiş. Bir diqqətdən qulaq asın ha. Bu beləymiş ki, bunun üstünə H xlor gəliblər, Y maddəsini alıblar. Hidrogen çox olan tərəfə, xloru isə az tərəfə birləşdiriblər. Bax belə. Buyurun. İndi mənə deyir X maddəsini beynəlxalq üsulundan adlandır. Bax bunu beynəlxalq üsulundan adlandır. 2 qatın daxil olduğu ən uzun zənciri seçirəm. 2 qat yaxın olan tərəfdən nömrələyirəm. Adı nə olacaq? 2 metil propen. Hər şey görsənir o tənlikdən, Würzdən. Onu yarı bölürsən, sonra da onu alkenə qayıt. H xlor çıxardıb alkenə çevirirsən də. Bax onu yarı böldün mü? Xlorunu qoydun mu yerinə? İndi aldığının da içərisindən təzədən H xlor qopardırıb alkenə çevirirsən də. 81-i özünüz yazın. 82-yə diqqətlə qulaq asın. 83-i özünüz yazacaqsınız. 82-də alken yazılır CNH-gen. Hibrid orbital sayı bilirsiniz ki, bunlarda 2 dənə sp2 var, nağdı. Çünki bir dənə 2 qat var. N-2 dənə nə var? sp3 var. 1 sp2-də 3 hibrid, bu da eləyir 6 dənə. 1 sp3-də 4, 4N-8. Cəmləyəndə 4N-2-dir. Nəysə, 4N-2 orbitallar, hibrid orbitalın düsturudur. 18-ə bərabər eləyəndə N eləyir 5. N-i 5 tapıbsan, bu C5H10'dur. İndi mənə yazıb ki, cis trans izomeri olan. Deyir, indi bunu elə aç ki, orada cis trans izomeri olsun. Deməli, mən bunu belə açanmaram. 2 qat uza düşdü. Cis trans yoxdur. Belə açanmaram. Çünki 2 qatın birləşdiyi karbona K-ni radikal birləşib. Burada da cis trans yoxdur. İndi mən bunu necə açım ki, orada cis trans olsun? Qulaq asın. Məsələn, belə açsam olar mı? Olar. Həm C5H10'dur maddə, həm də ki, cis trans izomeri var. İndi bax, bu rabitə sp3, sp2-dən yaranıb. Bu sigma sp2, sp2-dən yaranıb. Bu sigma sp2, sp3-dən yaranıb. Bu sigma sp3, sp3-dən yaranıb. Onda sp3, sp3-dən yaranan sigma bizə dənədir.
Bax, çünki bu SP3, SP2-dir. Buradakı SP2, SP2-dir. Buradakı SP2, SP3-dür. Buradakı SP3, SP3-dür. Cavab B variantı. Aydın oldu mu? Deməli, (82'də oldu. B, 83'ü sərbəst yazırsınız. Çeviririk 84'ə. 84'də nə deyir? X, Y karbohidrogenlərindən ibarət 184 qram qaz qarışığıdır. Bromlu su gəldi. A qram. 8 mol X çıxdı. Məhlulun kütləsi isə A plus 56 qram qədər artdı. X-i müəyyən edin. Bagya məntiqlə düşünək də. Bromlu su olan qabın içərisinə bromlu su olan qabın kütləsi A-dır. Biz bura X, Y gəlirik. Özdə X ilə Y bir yerdə 184. Buradan 8 mol X çıxdı getdi. Onda belə çıxır ki, X reaksiya girməyib. Qabın içərisinə bromlu su ilə reaksiya girən Y-dir. Və bayaq kütlə A idi, indi oldu A plus 56. Onda deyə bilərəmmi bu 56 Y-in payıdır? Deyə bilərəm, əlbəttə deyə bilərəm. Niyə deyəmirəm ki? Çünki yenə deyirəm, X qabın içərisinə gəldiyi kimi də çıxdı getdi. 8 mol X getdi. Nətər gəlmişdi, elə də getdi. Deməli, qabın içərisində A qram var idi. Bu A plus 56 oldusa, onda o 56 Y-in payıdır. Onda belə çıxır ki, 184-dən 56 qramı çıxıram ki, görüm X-in kütləsinə qədərdir. 14-dən 6 çıxanda 8. Bu 2, bu 128. Elə? Aha, 128 qram X-dir. Bəs bizim X-imiz nə qədərdir? 8 moldur. 8 mol X-im 8 vur X bərabərdir 128-ə. X-in elə bil ki 8 mol X var əlimdə. Bu 128 qramdırsa, görün bir dənə X-in kütləsi nə qədərdir? 1, 6, 16. 16 tapadım X-in kütləsini. Onda belə çıxır ki, deməli bizim bu X-imiz var, X-imiz. Kütləsi 16, bu da CH4-dür də, cavab metandır. 12, üstə gəl 4, 16. Yəni kütləsi 16 olan maddeyi seçirsən də C variantı. Həqiqətən də metan alkandır da. Görsən alkanlar bromlu suyu rəngsizləşdirmir. Gəldiyi kimi də çıxdı getdi. 185. 185-də nə deyir? Alifatik karbohidrogendir. Alifatik karbohidrogen deyirsə yazıram CXHY. Mən nə bilim hansı karbohidrogendir. Amma onu bilirəm ki 0,2 kim oldu. Deyir bu yanıb 4,4 qram CO2. Bax aşağıda verilib. 1 CO2 44'dür. 4,4'ü 44'ə böləndə bu 0,1 mol demək. 0,1 mol CO2 üstə gələk. 0,1 mol da sudur. İndi belə olmaz da uşaqlar bu. Hər tərəfi 100'ə vurub 2'yə ixtisar aparsam 5 mol CO2, 5 mol da su. Neçə karbon var? 5 dənə. Neçə hidrogen var? 10 dənə. C5H10. Maddə C5H10'dur. Aha. Karbohidrogen molekulunda karbon atomlarının neçəsi sp3'dür? Neçəsi sp3 hibrid? İndi bir şey var da uşaqlar, bax C5H10 2 sinifə mənsubdur. Ya bu alkendir, ya da tisiklo alkandır. Əgər bu tisiklo alkan olsaydı, desəydi tisiklik quruluş, onda onun 5'i də sp3 olardı. Amma bu deyir alifatikdir. Alifatikdirsə deməli bu alken. Alkenlərdə də nağdı bir dənə pirabitə var axı. Pirabitən birləşdiyi karbonlar da sp2'dir. Deməli 5 karbonun 2'si sp2'dir. 5'dən 2'yi çıxanda 3 dənə də sp3'dür. Deməli 3 dənə karbon sp3'dür. A variantı. 186. 186'da radikalların birləşməsindən əmələ gələn alkenlər R1, R2. Alken molekulunda hibrid orbitalların sayı. Bax, alkenden danışır. Alken CNH-gendir. Bayaq da hesabladıq ki, bunlarda hibridin düsturu 4n-2-dir. İndi bunu n-i bərabər eləsəm, buradan n3 eləyir. Deməli, bu hansı alkendir? C3H6. C3H6'da başqa cür nə cür asa bilərsən ki, 3 karbonu var. Pisini qoydun, hidrogenlərini tamamladın. İndi bu birinci maddədir. Diqqətdən qulaq asa. İndi bir dəfədə 4n-2-ni bərabər eysəm 14'ə. N eləyir 4. Deməli, bu C4H8'dir. Amma aşağıda bir şey yazıb. Yazıb ikinci alken cis-trans izomer əmələ gətirmir. Yəni sən C4H8'i elə aç ki, cis-trans olmasın orada. Onda necə açıram?
Diqqətlə qulaq asın. 2 qatı başa salacağım ki, siz trans olmasın. Gördün? Elə açdım ki, əgər 2 qatı ortaya atsam, siz trans olacaqdı orada. Aha, indi bu da ikinci maddədir. Elə bu da ikinci maddədir. İndi mənə deyir ki, hərəsində R1 radikalı ortaqdır. Deməli, mən bunu hardan qıra bilərəm ancaq? Yəni, belə qıranmaram da hər halda uşaqlar. Mən bunu belə qıra bilərəm. Deməli, bura hər ikisində də ortaq R1 var axı. Deməli, hər ikisində ortaq budur. Bax, bunu da buradan qıracam. R1 vinildir. R1 vinildir. Bu R2 metildir. Bu da R3'dür, etil. İndi R2 ilə R3'ü birləşdir. R2 metildir. R3 də etildir. Mən bunları birləşdirəndə R2 ilə R3'ü. Mən alkan aldım. Və əmələ gələn alkanda neçə polyar sigma. Polyar müxtəlif növ qeyri-metallar arasında, CH arasında olacaq burada. O da 8 dənədir. D variant. CC arası qeyri-polyardır da. Cavab nədir? 8 dənə D variant. Sonra nədir 87-də? Alkenlərin təyini reaksiyası, alkenlərdə pirabitə var. Onu təyin eləmək üçün bromlu su və kalium permanganat məhlulunun rəngsizləşdirə bilirlər. Ona görə cavab 3-lə 5-dir. Bromlu su ilə kalium permanganatdan girir. Hansı reaksiyalar mümkündür? Alkanlar hidrogen halogenitlərlə reaksiya getmir. Bir səhvdir. İkinci yanacaq, bütün üzü maddələr onsuz da yanır, CO2 su verir. İndi aminlər, nitro birləşmələrdə, amin turşularda orada CO2 su ilə yanaşı N2 də verir də. Üçüncü düzdür, çünki doymamışdı, bromlu suyu rəngsləşdirəcək. Dördüncü səhvdir, C3H8 alkandır. Alkan doymuşdu, hidrogenlə getməz. 5-də də alkanlar halogenlərlə əvəz etməyə gedir, düzdür. Nə oldu? Getməyən 1-4 səhv istəyir. Yəni getməyəni istəyir də, onu demək istəyirəm. 89-da birinci düzdür. Doymamışdı. Hidrogen halogenitdən özdə Markovnikovla gedəcək. Bir düz. İkinci getmir. Alkanlar hidrogenlə getmir. O doymuşdu. Üçüncüdə, bəli, alkenlər bromlu suyu rəngsləşdirir özdə. Dördüncü getmir. Alkanlar hidrogen halogenitlərlə getmir. Alkanlar halogenlərlə amma əvəz etməyə gedir. Cavab da burada 2-lə 4-dür. 90-cı sualda. Buten 1, propadiyen. Bunlarda rabitə sayı sigma və pi. Buten 1 C4H8'dir. Propadiyen də propadiyen C3H4'dür. Bu alkadiyendir də. Aha, CNH çıx 2 formuluna tabidir alkadiyenlər. Alkenlər də CNH. Neysə, maddi yazdım. Alkende pi rabitə bir dənədir. Çünki 2 qatı var, biri pidir. Sigmada alfatikdir deyə ümumi atomun sayından bir vay dəyişik. Bunun sigması da 11 olacaq. İndi bunun pisi 2 dənədir. Niyə? Çünki bu C'dir. C bərabərdir 1. Bu A'dır. A bərabərdir 11. Bu birisində pi. Bu D'dir. D bərabərdir 2. Bunun sigması. İndi bunlar alkadiyenlər də alfatikdir. Alfatikdir deyə ümumi atomun sayından bir vay dəyişik olacaq. Sigma olacaq 6. Bu da B'dir. İndi nə istəyir? 90'da deyir ki, hansıdırlar doğrudur. A, B plus 5'e bərabərdir. Bunun üstünə 5 gələndə ödəyir, düz. Onda 2 səhvdir. Üçüncüdə C, D'dən 2'yi çıxanda olur. Deyir, C'ni tapmaq üçün. Bundan 2 çıxanda 0 qalaq, səhvdir bu. 3 səhvdir. 4'də. Deyir, D, bundan bir vay çoxdur, düz deyir. Sonra onda 5 səhvdir avtomatik. B, B'ni tapmaq üçün D-nin üstə 4 gəlsən düzdür. 1, 4, 6. Doğru olanları müəyyən edin. Həndəsi zamerlik bilirsiniz. Həndəsi fəza sistransı eyni şeydir. İndi gəlin baxaq. Buten 2. Burada sistrans var. 1 düz. İkincidə 2 metil buten 2. Burada sistrans yoxdur. Niyə? 2 qatın birləşiyi karbonu, 2 yeni radikal birləşiyi yoxdur burada. Penten 2. Bəli, burada var. Nə 2 qat ucuda deyil, nə də 2 qatın birləşiyi karbonu, 2 yeni radikal birləşməyib. Dördüncüdə 3 metil penten 2. Penten 3 metil penten 2. Burada da var. Burada da düzdür, problem yoxdur. 2 qat ucuda deyil, ya da 2 qatın birləşiyi karbonu, 2 yeni radikal birləşməyib. Cavab 1, 3, 4. 5'də
2,3 dimetil buten 2. Bax, elə bunun üstündə işləyeyim mi? 2,3 dimetil. Bax, buraya 2,3 dimetil buten 2. Yo, burada 2 qatın birləşdiyi karbona. Buna bax. Baba. 2 qatın birləşdiyi karbona 2 yeni radikal birləşib. O olmaz. Cavab 1, 3, 4. Yox, Cavab nə oldu? Hədə 1, 3, 4 düzdür. 92-də. Deməli, maddiyə açaq. Addan quruluşa keçəndə hardan başlayırıq? Sondan. Heksendir, 6 karbonu düzdüm. Heksen 2. 2 qatı qoydum ikinciyə. 4 metil. Heksen 2 deyirdi də. 2 qatı qoydum ikinciyə. 4 metil. Dördüncüyə metil. 3 izopropil. Buraya izopropil yazdım. 6 dənə birli karbonu var. Birli karbon odur ki, bir karbona birləşsinlər. Birli karbon burada CH3'lərdir də elə. CH3'lər birlidir, o da 5 dənədir. Səhvdir axı bu. 1 səhvdir. Elə. İkincidə 38 hibrid orbital var. Burada 2 dənə sp2 var. 2, 4, 6, 8. 10 dənə karbonun. Bax, bunlar var. Bax, bunlar sp2'dir. 8 dənəsi də sp3'dir. 1 sp2'də 3 hibrid var. 2, 3 əvranda 6. 1 sp3'də 4, 4, 8 əvranda 32. Cəmi eləyir 38. 2 plus. 10 dənə qeyri-polyar var. Qeyri-polyar cığcı arasındakı xəttlər. Burada cığcı arası xəttə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 3 də düzdür. Elə. Bir dörtlü karbonu var. Yəni burada ümumiyyətcə dörtlü karbon görmürəm mən. Səhvdir. Dörtlü karbon yoxdur. Hələ ki nə düzdür? 2 düzdür, 3 düzdür. 4'də 4 səhv oldu. 5'də 3 dənə üçlü karbon var. İşarəliyirəm. Bax, üçlü karbon budur. Üçlü karbon budur. Üçlü karbon budur. Düz deyir. Üçlü karbon 3 karbona birləşənlərdir. 22 dənə polyarı var. Məncə bu səhvdir. Niyə? Burada 10 dənə karbon var. Bu alkendir də. C10H20'dir. Burada polyar CH arası olur. O da hidrogenin sayı qədərdir. 20 dənə olacaq. Cavab 2, 3, 5. O birisinə baxıram. Buten 2 üçün 93'də. Baxıram. Buten 2 belə yazılır. Buten 2 budur. Cis trans izomeri var, düz deyir. Çünki 2 qat ucdadır ya da 2 qatın birləşdiyi karbona 2 yeni radikal birləşməyib. 11 sigması var. Bu C4H8 döyük. C4H8'də 12 dənə atom var. Sigma rabitə ümumi atom sayından bir əksik alifatiklərdə. Ona görə düzdür. Polimerləşmir, səhvdir. Çünki pisi var, polimerləşəcək. Əgər mən bunun üstünə brom gələndə pi qırılır. Bir pi qırılanda 2 dənə sigma. Bromlar birləşir. Onda 2 adlandır. 1, 2, 3, 4. 2, 3 dibrom butan. Düz deyir, 4 düzdür. 1, 2, 4. 94'də hansı reaksiyalarda X maddəsi monohalogenli birləşmədir? 1 düzdür. Çünki monohalogenli alkanın üzərinə əsasən spirtə məhlul gəndə alken alınır. İkinci olmayacaq. Niyə? Tərkibində 2 halogen olan alkan üzərinə metal gələndə halogenlər yanaşıdsa alken, aralıdsa tsikloalkan. Burada tsikloalkan alınıb. 2 halogeni var, deməli özdə aralı yerləşir. Üçüncüdə bu Würz reaksiyasıdır, düz deyilmi? X-in monohalogenli alkandır ki, üstünə natrium gəlib, radikal kopyalanıb. Bu CH3, CH2 xlor imiş. Bax, üstünə natrium gəlib, natri xloru götürüb, radikalda kopyalanıb. 3 monohalogenlidir, 4 səhvdir. Çünki niyə? Alken alıbsa, deməli dihalogenli imiş, özdə halogenlər yanaşı yerləşib ki, alken alıb. Ona görə 1-3. 95'də. Hansı reaksiyalarda X maddəsi dihalogenlidir? Birinci olacaq, dihalogenli. Bir də ikinci olacaq da. Bayaqdan nə deyirəm? Üçüncü Würzdür, monohalogenlidir. 4'də də alken alıb, əsasın spirtdə məhlulu gəlibsə monohalogenlidir. Cavab 1-2. 96'da. 96'da alkenim. CNH-gen. Sigma rabitə bunlarda alifatikdir deyə atomun sayından bir əksikdir. N eləyir 5. Deməli 5 karbonlu cavablar 1, 2, 3, 5 ilə 4'ü seçmə, çünki onlarda 4 karbon var. 96'da 1, 2, 3, 97'də. Deməli nə deyir? Metan CH4 yazılır.
Bunu yandır deyir. Tənliyi yandırdım, əmsallaşdırdım. Deyir 3 mol metanın yanmasına sərf olunan oksigenin molu. Gəlin görək neçə mol sərf olunur. Neçə eləyir? 6. Deyir indi bu mol oksigen 1 mol alkeni yandırmaq üçün sərf olunur. Alken yananda oksigen qabağına 3m/2 düşür əmsal. Aha, bunu verib 1 mol. Ardını özüm yazmıram çünki mən bu hissəni işləyəcəm də, mənə bura lazımdır. Deməli buradan neçə aldım? 6 aldım. Onda bu 6'yı burada yazsam. Molun altında da əmsal 3m/2. Buradan n neçə eləyir? 4. N 4 eləyirsə deməli bizim alkenimiz məlum məsələdir ki C4H8'dir. Molekulunda bütün karbonlar sp2'dir, səhvdir. Bu alkende 4 karbon var. Onlarda 2 qat var deyə 2 qatın birləşdiyi karbonlar sp2'dir. 4 karbon, ikisi sp2 olanda ikisi də sp3'dür. Onda 1 səhvdir. 1 minus. Hidratlaşanda birli spirt alınır. Bircə dəqiqə. Hidratlaşmasından birli spirt heç vaxt alınmaz. Bilirsizmi nəyə görə? Çünki mən bunu 4 karbonluyu nə cürdə açsam, mən bunun üzərinə su gələndə, nə cür açsam deyəndə istəyirsən 2 qatı başa qoy, istəyirsən ortaya qoy. Yəni, Markovnikovu tətbiq eləyəcəksən və görəcəksən ki, hidrogen çoxa getdi, OH aza getdi buraya. OH aza getdi. İstəyirsən 2 qatı ortaya da qoyum yazım. Yenə görəcəksən ki, ikili spirt alınır. Ona görə 2 səhvdir. Sonra üçüncüdə siniflər arası izomeri var. Bəli, alken sikloalkanla izomeridir. 3 düzdür. 3 düzdür. Sənayedə metanın 550-600 parçalanmasından alınır. Əlbəttə səhvdir. Çünki metan CH4'dür. 550-600'ə parçalananda C2H4 alınır. Bizim maddəmiz C4H8'dir. Əlbəttə ki 4 səhvdir. 5-cidə molekulunda sp2 bir də orbitalları rabitənin yaranmasında iştirak edən bütün orbitalların 25%-ni. Uşaqlar bunu yazacağım. 6 düzdür. Niyə 6 düzdür? Çünki mənim maddəm C4H8'dir. C4H8 qazdır. Siz də bilirsiniz ki, qazların normal şəraitdə 1 molu 22.4 litr həcm tutur. 6 düzdür. İndi biz 5 işləyirik. Diqqətdən qulaq asın. C4H8'də sp2 bir də orbitalları. Baxın. C4H8'də əvvəla belə deyim. 2 dənə karbon sp2'dir, nağdır. Niyə? Çünki alkenlərdə bir dənə 2 qat var. 2 qatın birləşdiyi karbonlar sp2'dir. İkisi sp2'dirsə 4-dən 2'yi çıxanda 2 dənə də sp3 var. 1 sp2'də 3 hibrit iştirak edir. 2 3'ə vuranda 6. 1 sp3'də 4, 2 4'ə vuranda 8. Elə indi bu hibrid orbitalı eləyir 14. Bəs qeyri-hibrid? Hər hidrogen bir qeyri-hibriddir. Bir də ki sp3'də qeyri-hibrid yoxdur. Hər sp2'də bir qeyri-hibrid varsa, 2 dənə sp2'də nə qədər qeyri-hibrid var? 2 dənə. Bu da eləyir 10 dənə. Onda orbitalların ümumi sayı neçə eləyir? 24. 24'ün 100%-dirsə, sp2 hibrid orbitalım nə qədər idi? 6. 6 da x-dir. O da eləyir nə? 25%. Ona görə 5 də doğrudur. Düzmü deyirəm? Bax, bir də deyirəm. Bu deyir ki, sp2 hibrid orbitalı. Mən tapdım ki, 2 dənə sp2'si var və bu 6 hibrid deməkdir. İndi orbitalların ümumi sayı deyəndə hibriddən qeyri-hibridin cəmi nəzərdə tutulur. Hibridi 14, qeyri-hibridi 10 tapdım. Opşuda 24. 6 da 24'ün 4'də biri də, yəni 25%. Cavab 3, 5, 6. Sonra 98'də uşaqlar testimizi burada saxlayırıq. Vaxtımıza görə inşallah növbəti testimizin izahında videomuzda, yəni bu testin ardını izah edəcəm. Yaxşı, çünki çatdıra bilmərəm 227-yə qədərdir. Deməli 98'ə qədər gəldik. İnşallah növbəti testimiz nə qədər qaldı? Bir şey qalmayıbdı onsuz da. Yəni az qalıb qutaracaq. Yaxşı. Uşaqlar sağ olun. 30 dənə testimiz qalıb da cəmi. Sağ olun.